Salam əziz dostlar və dəyərli izləyicilər. Mənə verilən ən çox suallardan biri budur ki, dəfələrlə dərslərdə verilir. Readinglər hardan daha çox düşür və bunu illərdir deyirəm və bunu bir tələbənin dünən IELTS imtahanını verən zaman attığı bir şey var idi. 1000 IELTS-dən təkrar mətn düşməsi. Hətta bu 2 ay ərzində rahat bir 25-30-a yaxın tələbə imtahan verib və nəticələrini də paylaşmışıq. Demək olar ki, paylaşa gedirik və onların içərisində belə təkrar mətn düşənlər var. Sadəcə mən bunları paylaşmıram. Amma qərar aldım ki, artıq onları paylaşmaq lazımdır. Çünki insanlar əslində sübutları sevir və bu sübutlardandır ki, dünən təkrar mətnlərdən biri düşüb. Yəni bu demək olar ki, çox düşə bilər. Çünki hətta bu tələbə 2 mətn təkrar düşüb, hələ ki mən birini paylaşıram. Demək olar ki, 1000 IELTS kimi onlayn platformalardan, ən əsasında 1000 IELTS-dən imtahana təkrar düşmə ehtimalı olan mətnlər var. Ona görə də mütləq formatda Cambridge kitablarını bitirdikdən sonra avtomatik olaraq mini IELTS bölmələrini işləməyimiz mütləqdir.